Demək, hər kəsə salam. Bugün sizə atmosfer məsələlərindən temperaturun tapılması, bir də təzyiqin tapılmasını izah edəcəm. Ümumiyyətlə, temperaturun tapılması, belə deyək, coğrafiya adlanır nə? Aerotermik pillə. Hər 100, demək, 1000 metrdə 6 dərəcə və yaxud da siz qayda kitablarında görmüsünüz, hər 100 metrə 0,6 dərəcə Selsi hündürə doğru qalxdıqca temperatur azalır. Bununla bağlı qəbulda suallar olur. Bu necə tapılır? Məsələn, tutaq ki, deyir ki, dağın ətəyində temperatur 20 dərəcə, dağın tutaq ki, zirvəsində 5 dərəcə olarsa, buna əsasən dağın deyir hündürlüyünü tap, nisbi hündürlüyünü tap. Bu necə edir? İlk öncə temperatur fərqini çıxırıq. 20-dən çıxırıq 5, neçə edir? 15, afərin. Sonra dedik ki, hər 1000 metrə 6 dərəcə, yəni hər 1000-ə qoyuruq 6 dərəcə, x metrədə qoyuruq nə qədər? 15 dərəcə. Buradan da x nəyə bərabər olur? Demək, 1000 vur 15 böl 6. 15 vur 1000 böl 6. Burada da həmişə götür bir də vurmayın da, ixtisar aparın riyazi qaydada sən. 15 3-ə gedir. Bəli, 3-ə gedir. Burada qalır 2, burada qalır 5. 1000 də 2-yə böləndə edir nə qədər? 500. 5-i də 500-ə vurmaq çox asan. Burada da sıfırları heç vurmayın. 2 dənə sıfır yazın. 5 və də 5, 25. Demək, dağın nisbi hündürlüyü nə qədər imiş? 2500 metr imiş. Və yaxud da sizə verə bilər ki, tutaq ki, 3000 metrlik bir dağdır. 3000 metrlik dağda, tutaq ki, dağın ətəyində temperatur, məsələn, 10 dərəcədir. Tutaq ki, 10 dərəcədir. Buna sizin zirvədəki temperaturu tap. Dedik, 3000lik dağdır, düzüm 3000 metr. Necə edirik? Yenə 1000 metrə yazırıq 6 dərəcə. Demək, 3000-ə də yazırıq nə qədər? X, ay, sağ ol. Buradan da x nəyə bərabərdir? 3000 böl 1000. Ayşə, vur 6 böl 1000. Buradan da getdi, qaldı 18. Diqqətli olarsınız nəyə? Sizə deyir ki, dağın demək ətəyində 10 dərəcəsə zirvədə nə qədərdir? Həmişə testdə veriləndən çıxırsınız ya da üstə gəlirsiniz. Yəni verilən temperatur. Məsələn, 10 dərəcə nə dağın demək ətəyindədir. Mən də zirvənin sonra çıxacağam. Çünki hündürə doğru qalxdıqca temperatur azalır. Demək, nə edirik? 10 çıx 18 bərabərdir. Nə qədər edir? Mənfi 8. Demək, dağın zirvəsində temperatur nə qədərdir? Mənfi 8 dərəcədir. Başqa bir misal çəkək. Tutaq ki, dağın zirvəsində, məsələn, mənfi 6 dərəcədir və deyir ki, dağın hündürlüyü 6000-dir. Bu zaman necə yazırıq? Yenə 1000-ə yazırıq 6 dərəcə. Demək, 6000 dedik. 6000-ə də yazırıq x dərəcə. Buradan yenə x nəyə bərabərdir? 6 vur 6000, ayso böl 1000. Bunlar getdi 36. Demək, dağın ətəyi ilə zirvəsi arasında 36 dərəcə fərq var. Və bizdən nəyə soruşur? Zirvəni vermişdi, mənfi 6. Ətəyi soruşur. Ətəyi soruşunda sən nə edirik? Mənfi 6-nın üstə gəlir 36. Mənfi 6 üstə gəlsə, bəli, müsbət 36. 30 dərəcə. Demək, dağın ətəyində temperatur nə qədər olur? Müsbət 30 dərəcə. Bu misalları işləyirsiniz, belə deyək, yaxşı nəticə üçün. Çox sağ olun. Hələlik sağ olun. Hər kəsə salam. Bir daha demək deyirik ki, təzyiq misalının tapılması təzyiq atmosferə aid bir bölmədir və qəbulda da riyaziyyat istifadə olunur. Təzyiq bizdə adlanır nə? Deyirik barik pillə. Təzyiq hər 10 metrdə 1 millimetr civə sütunu azalır. Təzyiq də bildiyiniz kimi millimetr civə sütunu izah olunur. Ümumiyyətlə, yadda saxlayırsınız nəyi? Sizə, məsələn, verilə bilər normal atmosfer təzyiqini tap və s. Normal atmosfer təzyiqi nə vaxt olur? Bir, dəniz səviyyəsində olur. Yadda saxlayırsınız ki, dəniz səviyyəsində bir də orta enlik. Belə yazılır. Orta enlik. Yəni, bilirsiniz ki, enlik 90-a qədərdir. Orta enlik nə qədər olur? 45 dərəcə. Demək, 45 dərəcədə və dəniz səviyyəsi, yəni sıfırda təzyiq normal atmosfer təzyiqi. Normal atmosfer təzyiqi 760 mm civə sütunudur, yadda saxlayırsınız. Və yadda saxlayın nə? Məsələn, tutaq ki, deyir ki, dağın nisbi hündürlüyü 6000 metrdir. Buna sizin təzyiqi tap. Biz deyirik ki, hər 10 metrə 1 millimetr azalırsa, 6000 metrdə x olur. X də bərabərdir 6000 ona bölündə 600. Demək, 600 millimetr civə sütunudur. Və yaxud da sizə daha asan bir yol deyəcəm. Demək, neyin? Əgər metri millimetrə çevirirsinizsə, ona bölürsünüz. Millimetri metrə çevirirsinizsə, ona vurursunuz. İmtahanda sizin daha asan yadınızda qalmaq üçün bu üsul daha effektivdir. Məsələn, tutaq ki, deyir ki, dağın məsələn ətəyində belə deyək, temperatur tutaq ki, deyir məsələn
Temperatur 5 dərəcə, 25 dərəcədir dağın ətəyində. Zirvədə də 5-dir. Deyir, buna əsasən təzyiqi tap. Sizə temperaturla verə bilər, təzyiq soruşur. Yəni, nə edəcəksiniz? Temperatur görəndə 25-dən çıxırsınız 5, edir 20. Sonra nə edirsiniz? 1000 metrə, bayaqki qayda qoyursunuz 6, x metrə 20, bayaqki temperatur. Onda x nəyə bərabər olur? 1000 vur 20 böl 6. Ay sol, 1000 vur 20 böl 6. Burada da yenə ixtisarlara getsəm 3 qalır. 2'ye 10. Ay sol, burada da qalır nə 10. Hardasa bu da təxminən bizə nə qədər edir? 333. 3330 belə deyək. Demək metrdir. Və deyir ki, bunu təzyiq kimi göstər. Sonra nə edirik? Bunu 10'a bölürük. Bax, yadda saxlayın. Metrlə verirsə, təzyiqə çevirirsə 10'a bölürsə. Edir nə qədər? Məsələn, 333 millimetr civə sütunu. Və yaxud da sizə deyə bilər ki, başqa bir misal çəkək. Ta ki, deyər ki, dağın məsəl üçün ətəyi, yəni 1000 metrdədir. Deyə bilər ki, dağın zirvəsi də 7000 metrdir. Buna əsasən təzyiq fərqini hesabla. O zaman nə edirik? Demək, 7000-dən çıxırıq 1000 metri, aysa qalır 6000. Bayaq nə qayda söyləndik? Metri, milimetr çevirəndə 10'a bölürük. Milimetr isə 10'a vururuq. Demək, 6000 də 10'a bölü neçə eləyir? 600 millimetr civə sütunu. Və yaxud da başqa bir misalda çəkim sizin üçün daha rahat olsun. Buradan qeyd. Məsələn, tutaq ki, deyə bilər ki, dağın məsəl üçün 6000 metr hündürlüyündə təzyiq tutaq ki, ya da belə verə bilər. Deyək ki, dağın ətəyində, yəni dağ dəniz səviyyəsində yerləşir və dağın belə deyim hündürlüyü, yəni zirvəsi isə 6500 metrdədir. Buna əsasən aradakı təzyiq fərqini hesablayır. Yəni dağın ətəyi dəniz səviyyəsində, zirvəsi 6500 metrdir. Bu zaman nə edirsiniz? O siz ona görə dəniz səviyyəsini verir ki, yəni dəniz səviyyəsi nə qədər idi təzyiq? Dəniz səviyyəsi və 45 yəni 760. Demək, ilk önce nə edirsiniz? Bu 760-dırsa, ya bunu çevirirsiniz metrə, olur nə qədər? 7600, düzdürmü? Çıxa bilərəm 6500-ü. Fərq eləyəcək məndə nə qədər? 1100. Ayşə, 1100, onu da bölsəm ona, eləyir nə qədər? 110 millimetr. Və yaxud da belə deyə bilərdiniz. Məsələn, 6500 deyil, onu çevirəm təzyiq. Eləyir nə qədər? 650, bu da 760. Yəni, birbaşa 760-dan 650 çıxıb, bəli, 110 millimetr. Yəni, təzyiqlə bağlı bu tipdə suala düşür. Əminəm ki, heç bir qaranlıq nüans qalmadı. Çox təşəkkür ederim. Siz sağ olun, buyurun. Demək, 98-ci sualın izahına baxaq. Deyir ki, 4500 metr yüksəkdə olan alpinistlərə məlum oldu ki, havanın temperaturu 0 dərəcədir. Yəni hündürlükdə. Yəni dənsiz yox, bax. Deyir ki, alpinistlərə məlum oldu ki, havanın temperaturu 0-dır, zirvədə. Dağın ətəyində okean səviyyəsində havanın temperaturunu tap. Sənə zirvəni verir 0. Nəyə soruşur dağın ətəyində? Demək, neçə metr dedi? 4500. Necə yazılır? Qaydamız nə idi? Demək, hər 1000 metrə 6 dərəcədir. Burada neçə metr gördük? 4500 x. Bəli, 4500 metrə x qoyuruq. Onda x nəyə bərabər olur? 4500 vur 6 böl 1000. Ay, sağ. Sıfırlar getdi, düzdürmü? 10-la 6 bu 2-yə getdi. Burada 5, burada qaldı. 45-i də 5-ə böldü 9. 9 dəfə də 3, 27. Sonra gəlirik suala baxırıq təşkil. Bizə nə vermişdi bayaq? Demişdi ki, dağın zirvəsində 0'dır, düzdürmü? 0'dır, bizə ətəyə soruşur. Yadda saxlayın. 0'dan 27. Yox, üstə gəlirəm. Niyə Leyla? Çünki 0 zirvədir, mənə nəyə soruşur? Ətəyə soruşur. Ətəyə soruşur, üstə gələcəm. Olur nə qədər? 0 üstə gəl 27, bərabər 27 dərəcə. Cavab olur nə? D variantı. Ay, sol. Demək, 99-cu suala baxır. Deyir ki, A nöqtəsində atmosfer təzyiqi 760 millimetr civə sütunu, havanın temperaturu 10 dərəcədir. B-də də təzyiq 460 millimetr civə sütunu olarsa, dağın mütləq hündürlüyünü və B nöqtəsində havanın temperaturu müəyyən. İlk öncə nə edirsiniz? Təzyiq fərqinə əsasən hündürlük tapacaq. Təzyiq neçə verir? 760, 460. İlk öncə nə edəcəm? Demək, təzyiq fərqini çıxacağım. Yəni 760-dan təbii ki, böyükdən. Ay, sol. 460-ı çıxdım. Nə qədər? 300. Bu nədir? Millimetr. Bayaq qayda demişdik. Bizdə millimetrlə verirsə, onu nə edirik? Metrə çeviririk. Yəni, olur nə qədər? 3000 metr. Düzdürmü? Aysa, indi bunu temperatura çevirəcəm. 1000 metrə 6-dır. 3000-ə x-dir. X də bərabər deyir nə qədər? Demək, 6-nı vururuq 3000-ə, bölürük 1000-ə. Bəli, 18 dərəcə. İndi gəldik, sualda görək nə istəyir. Bizə deyirdi ki, B nöqtəsində havanın temperaturunu tap. A-da temperatur neçə verib? A dağın ətəyidir, düzdürmü? 10 verib. Baxın, testdə 10 verib.
B-ni soruşsa nə edəcəm? Zirvədə B yuxarıda. Demək çıxacam. ISO. Demək 10-dan çıxıram 18. Neçə dərəcə? -8 dərəcə. Bəli, -8 dərəcə. Və deyirdi ki, B nəyə tap deyirdi? Dağın mütləq hündürlüyü. Mütləq hündürlüyü tabanı nə etmişdi bayaq? 760-dan 460 çıxmışdı. Onda neçə qalırdı? 300 mm. Onu da tapanda 3000 metr. Demək doğru cavab olur nə? 3000 metr və -8 dərəcə. Yəni B variantı. Bu da oldu nə? 99-cu sual. İndi keçdik 100-cü suala. Deyir ki, dağın yamacında A nöqtəsində havanın temperaturu 11 dərəcə Selsi, B-də isə 26 dərəcə Selsidir. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən edin. İlk öncə belə misalda necə edirsiniz? Birinci temperatur fərqini çıxırıq. Neçə veribdi? 26 Və 11. çıx 11. Bəli, neçə verir? 15 dərəcə, düzdürmü? Sonra nə edirik? Demək, hər 1000 metrə yazırıq 6 dərəcə, x metrə yazırıq 15 dərəcə. Hə, burada da metr tapırıq. Çünki burada indi metr tapacaq. 15 çünki metrlə verib cavablar. 15 1000 bölü 6. Ayso, böl 6. 3'ə bölək. Burada 3 qalır. 5. Hə, burada 2 qalır. Düzdür, burada qalır 5. 1000 də 2-yə böləndə eləyir nə qədər? 500, o da 500. 2500. Bəli, 5-ə vurduq 2500 metr. Yəni belə hündürlük istəyəndə cavab olur nə burada? B variantı. Nə edirik? Temperatur fərqini çıxırıq. Demək, temperatur fərqini çıxırıq. Bizdə əgər temperaturla verəndə. Sonra onu 1000 metrə qoyuruq və hündürlüyü tapırıq. Cavab olur nə? B variantı. Keçdik 101-ə. 101-də nə soruşur bizdən? Deyir ki, mütləq hündürlüyü 3000 metr olan dağın ətəyində okean səviyyəsinin havanın temperaturu 8 dərəcə və zirvədəki temperaturu müəyyən etdir. Demək, nə qədərdir? 3000, düzdürmü? Yenə qaydam, o 3000 çevirəcəm temperatura. 1000 metrə, baxın, eyni qaydada gedən misallardır. 1000 metrə yazırıq 6 dərəcə, 3000 metrə yazırıq x. X də bərabərdir nəyə? 3000-i vuracam 6-ya, böləcəm 1000-ə, bəli. O deyir 18. Demək, 18 dərəcə fərq var. Cavab 18 ilə, bax, diqqətli olun. Burada nə vermişdi mənə? Deyirdi ki, demək, dağın okean səviyyəsi, yəni ətəkdə neçə temperatur? 8. Məndən zirvəni soruşurdu. ISO. 8-dən də, çünki zirvəni soruşurdu. Çıxıram 18-i, eləyir neçə? -10. Bəli. Həmişə yadda saxlayın ki, testdə veriləndən çıxıram. 8-dən də -8-18 çıxanda, bəli, -10 D variantı. Düzdür. Sonra gəldik 102-ci misala. Deyir ki, B nöqtəsində atmosfer təzyiqi 758-dir. Horizontal 20 metrdən 1 keçir, düzdürmü? İndi gəldik horizontal dərsinə. Deyir, A nöqtəsində atmosfer təzyiqini tap. İlk öncə A ilə B arasında hündürlük fərqini tapacağam. Kəsmə yüksəkliyi nə qədərdir? 20 metr, düzdürmü? Onda nə edirəm? 1, bəli, 1, 2 kənarı var, düzdürmü? Nə edirəm onda? Kənarı olduğu üçün, demək, 2-ni vururam nəyə? 20-yə. Ayrıca 20 neçə yer? 40 metrdir. Bayaq dedik ki, qaydadır, bir də yazıram. Metri millimetrə çevirəndə 10-a bölürük. Millimetri metrə çevirəndə 10-a vur. Bax, bu qaydanı unutmayın, imtihanda sizin köməyiniz çıxacaq. İndi 10-a bölürük. Ayso, bəli, 40-ı da 10-a böləndə, bəli, 4. Demək, 4 millimetr fərq var. İndi gəlir testdə. Bizə hansını vermişdi burada? Demək, 758 nədir? B nöqtəsi, yəni dağın zirvəsidir. Biz bilirdik ki, ətəkdə təzyiq daha çox olur, zirvədə az. Ona görə nə edirik? 758 üstünə gələcəm, anı soruşur deyə. Bu 4-ü gələcəm. 758 üstə gəl 4, bərabər olur nəyə? 762 millimetr civəstinə, yəni doğru cavab C variantı. Bu da oldu 102-ci sualın, demək, izahı. Aha, 108-ci sual elan təqdimatında. Dağın ətəyində atmosfer təzyiqi 746 mm civə sütunu, zirvəsində isə 470 mm civə sütunu olarsa, dağın nisbi hündürlüyünü müəyyən edin metrlə. Birinci növbədə 746-dan çıxıram 470-i. Aha. Mən qoy bilərəm bunu çıxım. $276. Ayso, nədir o? Bu bizim millimetr civə sütunu. Ayso. Nəyə çevirəsin, nə istəyir səndən? Biz dedik ki, dağın nisbi hündürlüyünü müəyyən edin metrlə. Yəni metrə çevir demək istəyir, düzdürmü? Həm metrə çevirəndə 10-a bölürdük. Vururduq. Metri millimetrə çevirəndə 10-a böl, millimetr yəni 10-a vururuq, yadda saxlayırıq. 276 vur 10. 2760. Bəli. Yaddan çıxmaz. Xeyr, C variantı. Əla. 50-dir. Deməli, kəsmə yüksəkliyimiz 50-dir. Yəni aralarındakı fərq. B məntəqəsində atmosfer təzyiqi 730 mm civə sütunu olarsa, A məntəqəsindəki atmosfer təzyiqini tapın.
Həm millimetr civə sütunu ilə. Aha. Təzyiq deyəndə 1006 dərəcə ondan eləyirdik. İndi bizə kəsmə yüksəkliyi araları sayım. Ayşə, birinci aradakı fərqi tap görək. Deməli, bu dağdır. 1, 2, 3, 1, 2, bir saniyə buradan ineyim. 1, 2, 3, 4. Hə, 4 dənə də arada. Ayşə. 50-ni 4-ə vururam. Bəli, yaz. 200 50 vur 4, bəli 200. metr. Ha, sən nə istəyir? Millimetr? Bəli, millimetr. Onda bu millimetr çevirməlisən. 200-ü 10-a bölürəm. Bəli. 20 millimetr civə sütunu. İndi 730-dan çıxıram. 730 zirvədə ətəkdir. 730 zirvədir. Hə, ətəyi istəyirsə toplayırıq. Ayşə, çünki ətəkdə təzyiq çox olur, zirvədə aşağı olur. Ona görə nə edirik? 730-dan 20-ni toplayırıq. Bəli. 750. Bəli. Cavab olur nə? 750 mm civə sütunu. Çətindir, Leyla. Xeyr. Demək ki, öyrəndin. Afərin. İndi isə 107-ni ayırıram. Sxemdə A nöqtəsində havanın temperaturu müsbət 20 dərəcədir. Horizontalların 100 metrdən bir keçirdiyini nəzərə alaraq B nöqtəsində havanın temperaturunu tapın. Bəli. İndi burada yenə aralar şey eləyim. Aha, burada nə edirsən? Kəsmə yüksəklik verib, Ayşə, A ilə B arasındakı hündürlük fərqini tap. Kəsmə yüksəkliyi əsasən. Hesabla görün metr verir. 1, 2, 3 dənə də var. Ayşə. Kesmə yüksəklik Neçə vermişdi? 100. 100. Aha. 103-ə vururam. Bəli, aradakı hündürlük fərqini tapırıq. 300. 300. Aha, sonra nə soruş indi çevir onun temperaturu. Niyə? Çünki temperatur istəyir. Aha. Bu 300 şeydir də, metr. Metrdir, bəli, metr. Bölürəm. 30. Yox, Leyla, o təzyiqdir. Bax, qarışdırma. Temperatur Təzyiqdə olanda eləyəndə temperaturu 1006 1006. üstündə saxlayırıq. Aha. 300'e x. 300 aç 300 bəli. Deməli 2 0 getdi. Burada 2'ye 3, 2'ye 5. 3 sen 3 9 belə olur. Neçə Leyla? 6 üstün çevir 18. 18 ona böləndə 1,8. bəli. Demək 1,8 nədir? Dağın ətəyinin zirvəsi arasındadır. Və A dağın ətəyidirsə zirvəsidir. A dağın zirvəsidir. Ayşə, ətəyə soruşun nə edəcəksən? Toplayıram. Bəli. 20 ilə Bəli. 1,8. 20 üstəcə 1,8 neçə? 21,8. Bəli. C variantı. Düzdür. Yadında qaldı.